Bu şirinlik istəyini necə kəsin? İmkan vermir ki, normal bir pəhriz saxlayın. Uzunla sizə tanış gəlir, düzdür? Amma gəlin sizə bir sir açım. Şirinlik istəyini tam kəsmək çətin məsələdir. Amma onu ağıllı idarə etmək olar. Bu deyəcəyim 3 qarışım əlinizin altında olsun. Birinci kombinasiya xurma və qozdur. Xurma tərkibindəki təbii şəkərlə insanın şəkər istəyini baskılayır. Qoz isə tərkibindəki yağlarla insanı tox saxlayır. Amma dayanın. Bunlardan 3-4 dənə artıq yemək olmaz. Yoxsa botkaya dönərsiniz. Yarışdan qaçıb yağmura düşməyin. İkinci variant tam bir dad bombasıdır. Banan və kakao qarışığı. İstəsəniz bananı əzib üstünə kakao səpin, istəsəniz də biraz üstündən blenderdən keçirib sağlam bir sumuti düzəldin. İçində mağazin şokoladları qədər şəkər olmasa da qəşəng dadı var. Üstəlik kakaonun tərkibindəki maqnezium və kalium da sizin əzələlərinizə xeyirdir. Üçüncü olaraq isə evdə özünüzün hazırladığı marketlərdəki kimi sinə tonla şəkər qatılmamış təbii meyvə şirələri və yaxud da ki soyuq meyvə çayları. Ağlınıza şirin nəsə gələndə sevdiyiniz bir meyvənin suyunu sıxıb için. Bədən təbii fruktozanı alanda beyin elə biləcək ki, ona şirniyyat vermisiniz və beləcə sakitləşəcək. Yəni dostlar, şəkərlə döyüşməyin. Onu ağıllı idarə etməyi bacarın. Bəs sizin şirniyyat krizislərinə qarşı silahınız nədir? Şərhlərdə yazın, müzakirə edək. Videonu bəyənməyi və o şirniyyat xəstəsi dostunuza göndərməyi unutmayın.